Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Müsahibə mərhələsinə hazırlaşan müəllimlərin nəzərinə MİQ və sertifikasiya üzrə yeni sualları sizlərə təqdim edirəm və izahlarını verəcəm. Kanala abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayın və qeyd etmək istəyirəm ki, bu suallar qarşıda müsahibə mərhələsində sizlərə verilə bilər. Birinci sualımız məhz status hissəsində də paylaşmışdım. Müəllimlər yazdılar ki, müəllimə brainstorming nə deməkdir ki? Brainstorming üsulu MİQ müəllimlərinə verilmiş bir sualdır. Deyir ki, brainstorming üsulu nədir? Üsul deyəndə biz artıq bilirik ki, 30-dan artıq üsullarımız var. Və brainstorming üsulu beyin həmləsi, beyin fırtınası deməkdir. Yəni, biz bilirik ki, beyin həmləsi üsulu 3 təfəkkürü formalaşdırır. Məntiqi, tənqidi, yaradıcı. Şagirdlərdə inam formalaşır. Şagirdlər sərbəst şəkildə fikirlərini söylüyor. Müəllim burada heç bir irad bildirmədən sadəcə qeydlərini aparır. Və brainstorming deyəndə artıq beyin həmləsi, beyin fırtınası sualı, daha doğrusu üsulu sizin yadınıza gəlməlidir. Artıq üsul deyirsə, əgər brainstorming və yaxud da başqa üsulları ingiliscə deyirlərsə, yadınıza gəlmirsə, üsullar haqqında danışıb çıxış edə bilərsiniz ki, məhz görsünlər ki, heç olmasa üsulları bilirsiniz. Əgər bir sual verdilər, sualı bilmirsinizsə, mütləq şəkildə belə deyə bilərsiniz. Bu sual mənim özümə də maraqlı oldu. Mütləq şəkildə müsahibə mərhələsindən sonra ilk maraqlanacağım, ilk axtaracağım sual bu sual olacaq. Bu şəkildə çıxış edə bilərsiniz. Və sizlərə verilmiş üsulları ingilis dili formasında necə bilə bilərsiniz, bunu təqdim edəcəm. Və gördüyünüz kimi bütün üsulları ingilis dilində yazmışıq ki, siz məhz bu şəkildə biləsiniz və imtahanda yüksək nəticə əldə edəsiniz. Və istəsəniz biz ödənişsiz qrupumuza məhz bu yazını göndərəcəyim və siz bu şəkildə öyrənə bilərsiniz. Bilirsiniz ki, analitik təfəkkürü formalaşdıran, analitik daha doğrusu iş üsullarımız var idi, əməkdaşlıq edən və yaxud da digər iş üsullarımız vardı ki, bunların hamısını ingilis dili belə deyək də tərcüməsindən sizə göndərəcəyim ki, məhz daha yaxşı öyrənə biləsiniz. Yəni mütləq şəkildə baxın, birdən sizə sualları necə ki brainstorming verdikləri kimi başqa iş üsullarını ingilis dilində verib sizi çaşdıra bilərlər. İndi davam edirik digər sualımızdan. Dərsin kulminasiya nöqtəsi nədir? Hörmətli müəllimlər, kulminasiya vacib deməkdir, əsas deməkdir. Öncəliklə qeyd etmək istəyirəm ki, dərsin vacib hissəsi birinci düzgün motivasiyanın qurulması, yəni dərsin düzgün təşkil edilməsi 50% motivasiyadan asılıdır. 50%-i qeyd edirəm. Və dərsin kulminasiya nöqtəsi düzgün motivasiyanın qurulması və tədqiqat sualı müəyyənləşdirilib, sonda nəticənin həmən tədqiqat sualı ilə uyğunlaşdırılması məhz dərsin kulminasiya nöqtəsidir. Yəni sonda əldə etdiyimiz nəticənin ilkin təlim nəticəsinə, yəni verilmiş təlim nəticəsinə uyğun olmasıdır. Yəni ilk təlim nəticəsindən son təlim nəticənin bir-birinə uyğunlaşması. Qıraqdan gələn səslərə fikir verməyin mütləq şəkildə nə edək, təbiətdəyik hal-hazırda və uyğunluq şəkildə müəyyənləşdirilməsini deyə bilərsiniz. Yəni dərsin kulminasiya nöqtəsi vacib hissəsi deməkdir. Son nəticənin ilk nəticəyə uyğun olması və dərsin düzgün şəkildə, motivasiyanın düzgün şəkildə müəyyənləşdirilməsi deyə bilərsiniz. İndi keçirik digər suallarımıza. Digər sualımız nədir? Sizə 10 dəqiqə vaxt verilsə və bu müddətdə pedaqoji bacarığınızı nümayiş etdirməyiniz istənilsə nə edərsiniz? Baxın, müsahibə sualıdır, MİQ və sertifikasiya müəllimlərinə verilə bilər. Siz burada öncəliklə qeyd edim ki, deyə bilməzsiniz, indini nəzərə alırsınız, yoxsa dərsdəki prosesi, yəni sualına cavab verməyəcəksiniz. Sizə qaranlıq qalsa ki, indini mi deyir, yoxsa dərs prosesini mi deyir? Siz nə edəcəksiniz burada? Deyirsiniz ki, əgər dərs prosesində 10 dəqiqə verilsə, vaxtım olsa, peşəkarcasına hər zamanki kimi səmərəli dərsimi təşkil etməyi və planlaşdırdığım dərs üzrə iş üsullarından, iş formalarından istifadə edərək dərsi mənimsətməyə çalışaram. Əgər indi mənə vaxt verilsə ki, bir dərsi necə mənimsədə bilərsiniz, pedaqoji bacarığınızı nümayiş etdirin, bir mövzu verilsə, o mövzuya uyğun şəkildə, mütləq şəkildə əlimdə olduğu resurslardan, yəni əlimizdə olan resurslardan istifadə edərək fərqli formatda dərslər qurmağa çalışaram. Siz sual verməyin ki, indiki pedaqoji bacarığımızı, yəni indiki prosesdə, yəni bu müsahibə mərhələsindəki 10 dəqiqə vaxt verilməsini nəzərdə tutursunuz, yoxsa dərs prosesində. Mütləq ki, dərs prosesini nəzərdə tuturlar, amma siz belə cavablandıra bilərsiniz ki, dərs
prosesində 10 dəqiqə vaxt verilsə və 10 dəqiqə vaxtım olsa, dərsimi səmərəli şəkildə, hər zamanki kimi səmərəli şəkildə müəyyənləşdirib, müxtəlif iş üsullarından, resurslardan istifadə edərək dərsimin təlim nəticəsinə uyğun şəkildə dərsimi quraram. Əgər hər hansı bir proses zamanı mənə 10 dəqiqə vaxt verilsə və bir müəllim olaraq həmən dərsi və yaxud da hər hansı bir mövzunu pedaqoji bacarığıma uyğun şəkildə nümayiş etdirməmi istəsələr, həmən mövzuya uyğun şəkildə dərsimi və yaxud da mövzunu düzgün şəkildə pedaqoji bacarıqlardan istifadə edərək, müəyyən resurslardan, iş üsullarından və öz praktiki bacarıqlarımdan istifadə edərək, yəni mövzum nədirsə o şəkildə qura bilərəm. Hətta deyə bilərsiniz ki, əgər burada hər hansısa bir resurslarım varsa, hər hansısa bir dəstəkləyici mühitim varsa, dəstəkləyici belə deyək də infrastrukturum varsa, onlardan da istifadə edərək dərsimi və yaxud da ki, verilmiş proqramı mənimsədə bilərəm. Bu sual sizə çaşdıra bilər. Sizə qaranlıq qala bilər ki, indiki müsahibə mərhələsini nəzərdə tutur, yoxsa dərs mərhələsini nəzərdə tutur. Və bir məsələ də var burada. Siz burada deyə bilərsiniz ki, verilmiş icmalla bağlı əgər sual verirsinizsə, pedaqoji bacarığını nümayiş etdirməmi istəsəniz, 10 dəqiqə vaxt versəniz, bəli, düzgün şəkildə motivasiyamı quraram, təlim nəticəmi bildirərəm və icmalımı düzgün şəkildə, qurduğumuz icmalı dərs prosesini, mövzunu düzgün şəkildə sizlərə təqdim edərək pedaqoji bacarıqlarımı nümayiş etdirə bilərəm. Bu belə də deyə bilərsiniz. Və yaxud da başlayıb icmalınızı təqdim edib, dərs prosesində də belə dərs quraram, bu formada iş üsullarından istifadə edərəm deyərək 10 dəqiqə ərzində dərsi necə qura bilərsiniz, onu da təqdim edə bilərsiniz. Burada bir neçə hallar var, heç birini sizə irad bildirməyəcəklər. Digər suala keçid edək və bir də digər suala keçid etməmişdən qabaq, müsahibə mərhələsi üçün həm MİQ, həm sertifikasiya müəllimləri üçün möhtəşəm yeni qruplarımız sıfırdan başlayır və şok endirim etmişik. Ancaq Zoom-da dərs keçirik, bütün müəllimlərə sual cavab edirik və ən əsası bütün materiallar biz tərəfindən göndərilir. Qoşulmaq istəyən müəllimlər nömrə ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər. Və hal-hazırda 3 gün ərzində fərdi dərsə 30% endirim etmişik. Kimlər istəyirsə, fərdi dərsə qoşulmaq istəyirsə, 30% endirimlə, burada səliqəsiz yazıldı, 30% endirimlə qoşula bilərsiniz. 30% endirim edilibdir. Həm MİQ, həm sertifikasiya üzrə fərdi dərslərimiz də var. Fərdi dərsləri Gülşən müəllimə keçir, amma məndə də xüsusi vaxtlar olduğu müddətcə hal-hazırda fərdi hazırlığım doludur. Amma bir neçə gündən sonra bir neçə müəllimimiz bitirdiyi üçün fərdi hazırlıq özüm də götürəcəm, yalnız müsahibə mərhələsi üçün. Keçirik növbəti suala. Digər sual, şagird mən onsuz da bunu bacarmayacam deyirsə, onun düşüncəsini necə dəyişərdiniz? Bu sual sizə verilsə, mütləq şəkildə siz nəzəriyyə ilə əlaqələndirə bilərsiniz. Mən edə bilmirəm, məndə alınmır. Nə idi? Qapalı düşüncə. Açıq düşüncəni formalaşdırmaq lazımdır ki, biz indi edə bilməyə bilərik. Yəni, bunu bacarmaya bilərik. Amma bu o demək deyil ki, heç bir zaman bunu etməyəcəyik. Hətta bir uşağı misal göstərə bilərik ki, bir uşaq dəfələrlə yıxılmağına baxmayaraq, gəzmək üçün yenə də əlindən gələni edir. Və biz də bugün bunu bacarmırıqsa, o demək deyil ki, biz bunu bacarmayacağıq. Səhvlərimizdən öyrənirik. Yəni, şagirdlərə psixoloji olaraq dəstək göstərmək, dəstəkləyici mühit yaradaraq, onlara inam yaradaraq, onlarda inam yaradaraq və onların həqiqətən də bunu bacara biləcəyini inandıraraq, onların yollarını daha da rahatlaşdıra bilərik. Yəni, onun düşüncəsini biz ancaq fərdi şəkildə söhbət edərək və onlara inam yaradaraq, səhvlərindən öyrənə biləcəklərini deyərək, misallar çəkərək, əvvəl nəticəmiz necə idi? İndi artıq biz daha yaxşı bacarırıq və bundan da artıq daha yaxşı bacaracağıq və s. cümlələr quraraq şagirdlərə belə deyək də motivasiya verə bilərik, inam yarada bilərik və mütləq şəkildə açıq, qapalı düşüncə haqqında danışmalısınız ki, biz şagirdlərin qapalı düşüncə yox, açıq düşüncədə olmasını formalaşdırırıq və bir şagird mən onsuz da bunu bacarmayacam deyirsə, biz öncədən şagirdlərə bildirməliyik ki, yəni hər zaman dərsi keçməmişdən qabaq, praktik işlər verməmişdən qabaq bildirə bilərik ki, ola bilər ki, hər hansı biz işi, hər hansı bir praktik işi, hər hansı bir məsələni, nə isə biz bacarmaya bilərik. Amma bu o demək deyil ki, biz onu heç bir zaman bacarmayacağıq. Öz üzərimizdə işləyərək, səhvlərimizin üzərində işləyərək, təbii ki, biz də onu bacaracağıq. Bu şəkildə şagirdlərə inam yaradaraq, şagirdlərə dəstək olaraq bunu aradan qaldıra bilərik. Keçirik digər suala. Digər sualımız, dərsinizdə çox danışan, lakin mövzudan yayınan şagirdi necə istiqamətləndirərsiniz? Çox danışır, amma dərs haqqında danışmır.
lakin mövzudan yayınır. Ümumiyyətlə dərsi qurarkən bütün şagirdlər nəzərə alınır və hər bir şagirdin potensialı, marağı nəzərə alınır ki, şagirdlər dərsdə olsun. Əgər hər hansı bir şagird danışmaq istəyirsə, biz ona dərsi danışaraq, yəni verbal lingvist və yaxud da şagirdlərin müzakirə aparmasını, fikir söyləməsinə şərait yarada bilərik ki, onun fikri dərsdə olsun. Ancaq danışmanı dərs praktikasında həyata keçirsin. Belə olarsa, şagird mövzudan yayınmaz, əksinə danışar, amma mövzu ilə bağlı danışar. Məsələn, qrup işləri verə bilərik, axtarış verə bilərik, fikir bildirməsini verə bilərik, beyin həmləsi üsulundan istifadə edə bilərik, tez-tez şagirdə sual-cavab edə bilərik, exotexnika üsullarından istifadə edə bilərik və s. Belə olan halda danışa bilər şagird, amma mövzu ətrafında danışması daha uyğun olacaq. Yəni mövzudan yayınmaz və şagirdləri cəlb etmək lazımdır ki, sinifdə heç bir şagirdin fikri yayınmasın. Bütün şagirdlərlə məşğul olduğumuz kimi o şagirdin də marağına, meylinə uyğun dərs qurularsa, intellektinə uyğun şəkildə dərs qurularsa, təbii ki, şagird danışacaq. Amma mövzu ətrafında və dərs prosesinə cəlb olunaraq. Belə. İnşallah növbəti izahlarda görüşənədək mütləq şəkildə kanalımızı izləməyi unutmayın. Yeni suallar sizlər üçün paylaşılacaq. Həm MİQ, həm sertifikasiya mərhələsi üçün və MİQ qrupumuz, sertifikasiya qrupumuz ayrıdır. Yeni qruplarımıza qoşulmaq üçün bizimlə əlaqə saxlayın. Biz ancaq dərsi Zoom-da keçirik. Niyəsini soruşun müəllimlər, çünki biz sizi sual-cavab edirik. Bir müəllimdən ən azı bir 5-6 dəqiqə sual-cavab etməliyik ki, sizin danışığınız, sizin fikirləriniz, sözləriniz, verilən sualları ani momentdə verilərkən necə çıxış etmək lazımdır, hamısını öyrənib həyəcanınızı azaldasınız. Özünüzə yaxşı baxın. Fərdi və qrup dərsləri üçün mütləq şəkildə nömrə ilə əlaqə saxlayın. Qeyd edin, MİQ yoxsa sertifikasiya, fərdi yoxsa qrupla. Fərdidə ancaq siz olursunuz, qrupda isə qrup müəllimləri ilə hazırlaşmış olursunuz. Sağ olun, görüşərik inşallah. Özünüzə yaxşı baxın.